Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrahli sadri ve yassirli emri. Ve ahlul uqdeten min lisani yefkahu kavli. Əziz qardaşlarım, hamınıza eləcə də özümə Allahdan qorxmağı nəsib edirəm. Bugün biz sizə Qədr gecəsinin əlamətlərindən danışacaq. Bu haqda danışmaqda məqsədimiz budur ki, hər bir müsəlman bu əlamətləri bilsin və bu mübarək gecəni gördükdə çoxlu savab qazanmağa tələssin. Çünki bu gecədə yerinə yetirilən ibadət 1000 aydakı ibadətdən daha xeyirlidir. Bu gecədə Cəbrail əleyhissalam və mələklər yer üzünə xeyir, bərəkət nazil edir. Və bu gecə səhərədək əmin-amanlıq olur. Bu gecənin bizim üçün 1000 aydan xeyirli olması üçün bu gecədə çoxlu Quran oxumalı, namaz qılmalı və çoxlu dua etməliyik. Ələl xüsusda Allahdan çoxlu bağışlanma diləməliyik. Bu xüsusda rəvayət edilmiş hədisdə xəbər verilir ki, Ayşə radiyallahu anhə demişdir. Bir gün mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum. Ya Rasulullah, əgər Qədr gecəsini görsəm, o gecədə mən necə dua edim? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. De, Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu anni. Allahım, sən bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla. Bu hədisdə iki fayda var. Birincisi budur ki, Qədr gecəsinin əlamətlərini bilən hər bir müsəlman onu həmin gecə müəyyən edə bilər. Çünki Ayşə radiyallahu anhə həmin gecəni müəyyən edə biləcəyini bildirir. İkincisi də budur ki, o gecədə bu dua ilə təkrar Allahdan bağışlanma diləmək lazımdır. Yəni çoxlu Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu anni demək lazımdır. Qədr gecəsini müəyyən etmək üçün isə hədislərə baxmalıyıq. İmam Buxari rahiməhullahın səhihində rəvayət edilmiş hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Qədr gecəsi son 10 gecədən birində olacaq. Digər rəvayətdə də Peyğəmbər sallallahu aleyhi və səlləm Qədr gecəsini Ramazanın son 10 gecəsinin tək gecələrində axtarın demişdir. Bu iki rəvayəti cəm edib demək olar ki, Qədr gecəsi son 10 gecədən birinə təsadüf edir. Lakin daha çox ehtimal tək gecələrdən birinə təsadüf etməsidir. Tək gecələr deyildikdə Ramazanın 20-sindən 21-nə keçən gecə, ha belə 22-sindən 23-ünə, 24-ündən 25-inə, 26-sından 27-sinə və 28-indən 29-una keçən gecələr qəsd edilir. Hərçənd bir çox rəvayətlərdə Qədr gecəsinin məhz 27-ci gecəyə təsadüf edildiyi göstərilir. Lakin bu xüsusda qətiyyətlə bir söz deyilmədiyinə görə müəyyən bir gecəni Qədr gecəsidir deyə xüsusiləşdirmək olmaz. Yəni əvvəlcədən müəyyən edib 27-si Qədr gecəsi olacaq demək olmaz. Səhih hədislərə baxsaq görərik ki, heç Peyğəmbər sallallahu aleyhi və səlləm bu 10 gecədən hansının Qədr gecəsi olduğunu əvvəlcədən bilmirdi. Hətta İmam Buxarinin səhihindəki rəvayətdə xəbər verilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Qədr gecəsinin nə zaman olacağı mənə bildirildi, sonra isə bu mənə unutturuldu.
siz onu son 10 günün tək gecələrində axtarın. Diqqət edin, heç Peyğəmbər sallallahu aleyhi və səlləm bu 10 gecədən hansının Qədr gecəsi olduğunu əvvəlcədən bilmirdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin bilmədiyini isə ondan başqa heç kəs bilə bilməz. Lakin həmin gecədə və onun səhərində müşahidə olunan əlamətlər var ki, bu əlamətlərdən hansı gecənin Qədr gecəsi olduğunu bilmək olur. Şeyx İbn Ütheymin rahimehullah Əş-Şərhül Mumti alə Zadil Müstəqnə əsərində 6-cı cild 496-cı səhifədə deyir ki, Qədr gecəsinin özünə məxsus əlamətləri var. Onların bəzisi həmin gecəyə, bəzisi də onun səhərinə aiddir. Gecəsinin əlamətləri bunlardır. Birincisi, həmin gecənin işıqlı və aydın olmasıdır. Bu əlaməti də hazırki dövrdə yalnız çöl biyabanlarda, lampa işıqlarından uzaq yerlərdə müşahidə etmək olar. İkincisi, müminin qəlbinin arxain və rahat olmasıdır. Belə ki, başqa gecələrə nisbətən məhz bu gecədə müminin qəlbi arxainlıq içində olur. Üçüncüsü, bəzi alimlər bu gecənin sakit bir gecə olduğunu, yəni həmin gecə bərk külək əsmədiyini söyləmişlər. İmam Əhməd rahiməhullahın müsnədində rəvayət edilmiş hədisdə Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Qədr gecəsinin əlamətləri budur ki, həmin gecə aydın və işıqlı olur. Sanki nur saçan aylı gecədir. Hava da çox sakit, əmin-amanlı, nə çox isti, nə də çox soyuq olur. Dördüncü əlaməti budur ki, Uca Allah insana yuxuda həmin gecənin nə vaxt olacağını bildirə bilər. Necə ki, sahabələrdən bəzisi bunu yuxusunda görmüşdür. Şeyxin dediyi bu söz İmam Buxari rahiməhullahın səhihindəki hədisdə öz təsdiqini tapmışdır. Şeyx davam edib deyir, beşincisi də budur ki, mömin adam bu gecədə yerinə yetirdiyi ibadətlərdən daha çox zövq alır və onları daha çox həvəslə yerinə yetirir. Qədr gecəsinin səhərindəki əlamət isə günəşin hər zaman olduğu kimi deyil, şüasız, göz qamaşdırmayan halda doğmasıdır. Bunu ispat edən hədis də İmam Muslim rahiməhullahın səhihində rəvayət edilmişdir. İbn Ütheymin rahiməhullahın sözü burada tamamlanır. Qeyd etmək lazımdır ki, Qədr gecəsini müəyyənləşdirmək üçün bu əlamətlərin hamısını görmək şərt deyil. Bir neçəsini görmək də kifayət edir. Yeri gəlmişkən qeyd edək ki, bu mövzuya dair heç bir istinada olmayan uydurma rəvayətlər də vardır. Güya həmin gecə ağacların başı yerə qədər əyilir, dənizlərin suyu şirinləşir, itlər hürmür, uzunqulaqlar anqırmır, mələklər yer üzünə enib müsəlmanlara salam verir və s. bu kimi cəfəngiyyatlar. Bütün bu deyilənlərdən belə nəticə çıxır ki, mömin adam Qədr gecəsini gözü ilə də görə bilər, yuxuda da ona bəyan edilə bilər, qəlbi ilə də onu hiss edə bilər. Şeyxülislam İbn Teymiyyə rahiməhullah Məcmu Fətava əsərində 25-ci cild 286-cı səhifədə deyir ki, Uca Allah Qədr gecəsini bəzi insanlara yuxuda bəyan edir, bəzilərinə ayaq ikən göstərir. Belə ki, o bunu ya öz gözü ilə görür, ya da kimsə ona bu haqda xəbər verir. Bəzilərinə də bunu qəlbən hiss etdirir. İbn Teymiyyə rahiməhullahın sözü burada tamamlanır. Bu mövzu ilə bağlı iki incə məqama toxunmaq istəyirik.
Birincisi budur ki, Qədir gecəsinin əlamətini görən adam bunu heç kəsə bildirməsin. İmam Nəvavi rahimehullah bu mövzudan danışarkən, Qədir gecəsini görən adamın bunu gizlin saxlaması müstəhəbdir deyir. Çünki bu bir kəramətdir və kəraməti gizlin saxlamaq məsləhətdir. Həm də bunu yaymaq insanın qəlbinə riya gətirə bilər. Üstəlik, insanlar ona həsəd aparmaqla onu gözə gətirə bilərlər. İkinci məsələ haqqında da Ləcnət Daimənin fətvasında deyilir ki, əgər adam Qədir gecəsinin nə zaman olacağını yuxusunda görübsə, təkcə yuxuya etimad etməməlidir. Çünki yuxu şeytan tərəfindən də ola bilər. Həmçinin qeyd edək ki, bu gecənin hansı gecə olduğunun İslam ümmətinə gizli qalmasının, yəni əvvəlcədən bunu təyin edə bilməməsinin hikməti budur ki, müsəlmanlar hər gecə ibadətlə məşğul olsunlar və ümidlə o gecəni axtarsınlar. Allahdan istəyimiz budur ki, bu gecənin hansı gecə olduğunu bizə göstərsin və həmin gecədə bizə çoxlu Quran oxumağı, dualar etməyi və namaz qılmağı nəsib etsin və bizi bunların hamısını imanla və savabını Allahdan umaraq yerinə yetirməyə müvəffəq etsin. Subhanəkallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və atubu ileyk.